Aha, səhifə 14-də çalışma 12. Verilmiş cümlə çöməlsin kilsələrini seçin. Mən cümlələr çözümlərimi istəsəniz çözə bilərsiniz. Burada üçün çöməlsin kilsəsidir. İkincidə Leyli və Məcnun şərqdə ilk operadır. Burada və çöməlsin kilsəsidir. Bu məsələyə sabah məşğul olaraq ilə. Burada ilə çöməlsin kilsəsidir. Yalan ayaq tutar amma yeriməz. Burada amma. Çöməlsin kilsəsidir. Kəndlə əlaqə kəsilmiş çünki çörpünü sel aparmışdı. Burada çünki çöməlsin kilsəsidir. Çalışma 13. Cümlələrdə işlənmiş əsas nitq seçin və sualını müəyyən edin. 1. Həyatdan zövq almaq üçün qarşıda məqsəd olmalıdır. Həyat. Nə? Zövq. Nə? Qarşıda. Harada? Qarşı. Hara? Məqsəd. Nə? Bunu belə edirsiniz. Həqiqəti sev, yalana nifrət et, amma yanlışlığa dözümlə yanaş. Həqiqət. Ay, üzr istəyirəm. Həqiqət. Nə? Yalan. Nə? Yanlışlıq. Yanlışlıq. Nə? Dözüm. Nə? Bilikli olmaq azdır. Gərək bilikdən istifadə etməyi bacarasan. Bilik. Nə? Bilik. Bacarasan, nə edəsən? Elmdən yeni ədəbiyyatda isə ən qədim kitabları oxu. Elmdə ən yeni ədəbiyyatda isə ən qədim kitabları oxu. Elm. Nə? Ədəbiyyat. Nə? Kitab. Nə? Çalışma 14. Bazarsızlıq sözünün kökünü müəyyənləşdirin. Leksik çərçivəsi əlavə edildikdə yaranan sözlərin nitq hissəsinin kimi necə dəyişdiyini izah edin. Bacarıqsızlıq. Bacarıqsızlıq. Bacar. Bacarıqsızlıq. Belə ayrılır. Çalışma 15. Ramin
mən sizə məktub yazdım. Məktubda buraxılmış səhvləri düzəldim və dəftərinizə göstərirəm. Mən keçirim yazım, çünki o qədər də yerim qalmır. Əziz nənəm, necəsən? Özünü necə hiss edirsən? Mən yaxşıyam. Dərslərimi də yaxşı oxuyuram. Dərslərimi həmişə yaxşı qiymətlər almağa çalışıram. Yox, qiymətlər. Müəllimin bütün sözlərinə diqqətlə qulaq asıram. Müəllimin yox. Müəllimin. Müəllim də məni tərifləyir dediyim kimi. Fənlərin arasında ən çox sevdiyim Azərbaycan dilidir. Mən dilimi yaxşı öyrənməliyəm ki, Azərbaycanlı adına layiq olum. İndi isə səninlə sağollaşıram. Gələcək işlərim haqqında yenə yazacağam. Yer satmadığı üçün buradan yazdım. Bir səhv söz olmasa. İşlərim yox. İşlərim. Bugünlük bu qədər. Səhifə 14'ü yazdıq. İşlərim. Yox.